Mis-2 nitratın, deməli, suda məhlulunun 3-cü dilinə doğrudur. 2 mərhələdə hidroliz edir. Dedik bu fikir doğrudur, yoxsa yanlışdır? Dedik hidroliz mərhələsinin sayı nəyə bərabərdir? Hidroliz mərhələsinin sayı zəifin valentinə bərabərdir. Çünki uşaqlar hidroliz zəifə görə gedir. Yadda saxlayın ki, hidroliz həmişə zəifə görə gedir. Bunu yadda saxlayın. Hidroliz zəifə görə gedir. Zəifin valentinə bərabərdir. Hidroliz mərhələsinin sayı həmişə zəifin valentinə bərabərdir. Burada da zəif olan misdir. Mis-2 nitrat kuprum NO3-2-dir, bayaq da yazmışdım. Kuprum NO3-2. Burada zəif hansıdır uşaqlar? Zəif misdir. Misin valenti də 2 olduğuna görə 2 mərhələdə hidroliz edir fikri doğru. Uşaqlar kim deyər? Kuprum NO3-2-də hansı mühit yaranacaq? Bunun hidrolizində hansı mühit? Mühit tuşdur. Mühit demişdik, həmişə mühit nəyin olur uşaqlar demişdik. Zeynəb, mühit nəyin olur? Hər iki Zeynəbə aiddir. Mühit nəyin olur? Qüvvətlinin. Burada qüvvətli hansıdır? NO3-dür, yoxsa misdir? Burada nitratdır. Nitratdır. Yəni turşludur. Mühit turşludur. Turş mühitdə uşaqlar OH-dan çox olur, yoxsa HOH-dan çox olur turş mühitdə? HOH-dan çox olur, ona görə səhvdir bu. İkinci fikir yanlışdır uşaqlar. Deyir, hidrolizin birinci mərhələsində əsasi duz alınır. Hidrolizin birinci mərhələsində turşludur, onu necə bilərəm? Uşaqlar, bu duzun hidrolizində mühit nə idi? Kim deyər mənə? Bunun hidrolizində mühit nə oldu? Kuprum NO3-2-də. Turş oldu. Turş oldusa, onda orada necə duz alınmalıdır? Turş duz alınmalıdır. Əsası. Yox. Hidrolizin birinci mərhələsində deyir, turş duz alınır, əsası duz alınır, baxırıq indi ona. Bəli, bunun hidrolizi yox, mühitlə deyil. Bax, alınan duzu nəyə görə baxırıq? Alınan duzu baxırıq, deməli, hidroliz nəyə görə gedibsə ona görə. Bunun hidrolizi misə görə gedib, yoxsa NO3-ə görə gedib? Bunun hidrolizi misə görə gedib, yoxsa NO3-ə görə? Hidroliz həmişə dedik nəyə görə gedir? Zəifə görə gedir. Düzdür, bunun zəifi hansıdır? Misdir. İndi mis də əsasi duz verə bilər bizə, yoxsa turş duz verə bilər. Misin valenti birdən böyükdür, yoxsa təbii ki, birdən böyükdür, yəni 2 turşlu əsas. Buradan əsasi duz alınır. Onu necə bilərəm? Baxın uşaqlar, bunu suyu hidrolizə necə göstərirdik? HOH kimi. İndi burada turş mühit yaranır deyə, buradan bir dənə turşu mütləq alınacaq. Hidrogen burada NO3 çəkəcək özünə. Nə verəcək uşaqlar? H yenə. Yerdə nə qaldı? Kuprum NO3-2 idi, bir dənə NO3 getdi, bir dənə NO3 qaldı. Sudan da H gedib, OH qaldı. O OH gəlir itən NO3-ün yerinə. Baxın, belə bir şey aldı. Kuprum, OH, NO. Bu da necə duzlu uşaqlar? Əsasi duzlu, onda 3-ü götürür. 4 səhv. Bir elektroliz zamanı turşu alınır. Biz elektrolizlə təzə keçmişdik. Kuprum NO3-2-ni gəlin uşaqlar elektroliz eləyək. Suda məhlulda elektroliz eləyək. Elektroliz. Bunu elektroliz eləsək, mis neçənci yerə aid edir metallarda? Kim deyər? Axırıncı yerə. Axırıncı yerə aid özü çıxacaq. NO3 İmam Rıza oksigenli turşunun qalıqıdır, yoxsa oksigensiz turşunun qalıqıdır? NO3. Oksigenlidir. Oksigenli olanda bilirik oksigen alınır, oksigensiz olanda özü alınır. Oksigenli olduğuna görə oksigen. Uşaqlar, indi baxın, duzun tərkibindən nə gedib? Bura baxın, duzdan mis gəlib bura, amma NO3 qalıb. Deyərsiniz ki, müəllim, NO3-ün yerinə oksigen çıxıb. Oksigen çıxıb, amma bu oksigen nədən çıxıb? Mən sizə demişdim, oksigen və hidrogen nədən çıxır uşaqlar? Sudan çıxır. Oksigen və hidrogen sudan çıxır. Sudan oksigen çıxıb, hidrogen qalıb, burada da NO3 qalıb. Məhlulda nə alınacaq uşaqlar? Turşu alınacaq. Səmaya başa düşə bilirsən, yoxsa? Bax, görsən, necə qaydaları demişəm uşaqlar. Həmin formada imtahanda suallar iştirak edir. 1, 3, 5. Bax, necə işləmişiksə, o tipdə suallar iştirak edir.